Siz təqdim edin. İbrahim Murad Məhəbbətoğlu. Burada vəzifəniz nədir? Təsisçi, Şişan Hazırlıq kursunun təsisçisi. Bu həmin bu sosial şəbəkələrdə yayımlanan video ilə bağlı, yəni müəllimə ilə bağlı necə hadisə olub bu barədə? Son günlərdə bəli yayımlanan video ilə bağlı məlumatımız var. Biz özümüz valideynə göstərdik videonu, o da çəkib paylaşdı. Çox təəssüflə bildirəm ki, belə bir hal baş verdi. Biz həmin gün, həmin dəqiqə müəlliməni işdən azad elədi, lazımi tədbirlər görüldü. Biz də borcumuz ki, müsahibə verək. Sən təfərrüatlı zəhmət olmasa danışın, reallıqda necə olub hadisə? Reallıqda elə bir ki, uşaq öz yanındakı uşağa su qabından elə bir ki, başına vurub. Müəllimə də görüb ki, uşaq ağlayır. O da ona göstərmək istəyir ki, yəni uşaq ağlayır, yəni sən də ona vur, qoy uşaq rahatlaşsın. Bilməyərəkdən uşağın da sənə başında yara olub. O butulka dəyib başına, həmin o yaraya qanlayıb. Bu ona görə belə böyük müzakirələrə səbəb oldu. Yəni təəssüf olsun ki, belə bir şey oldu. Biz 10 ildir işləyirik. Uşaqlar böyük nüfuz qazanmışıq. Maşallah olsun, bizim şagirdlərimiz, tələbələrimiz var. Hamı da bizdən razıdır. Yəni ictimaiyyət də sağ olsun ki, dəstək olanlar da çox oldu. Onlar da fürsətdən istifadə edib təşəkkür edirəm ki, yəni bizə qiymət verdilər. Müəllimlə söhbət eləyəndə soruşanda ki, yəni nə cavab verdi? Yəni elədiyi bu hərəkəti necə? Müəllimə çox peşmandır, çox üzr istədi. Yəni valideynlərdən dönə-dönə üzr istədi. Onlar üçün gec idi artıq. Biz işə xitam vermişdik. Ümumiyyətlə bu müəllimələrin işə götürməyi, yəni bu nə kimi bunların psixoloji durumları yoxlanılır? Həmişə yoxlanılır, həmişə yoxlanılır. Yəni deyirəm də çox təəssüf ki, bu hadisə baş verdi. Ümumiyyətlə biz sosial şəbəkələrdə də oxuyuruq da, yəni yazırlar ki, o müəllimənin özünün psixoloji problemi var. Yəni bununla bağlı sizin nə kimi? Xeyr, müəllimənin öz övladları da məktəbdə də oxuyur, yəni yaxşı şagirdlərdəndir. O barədə xeyr, yəni desəm yalançı olaram, yəni elə deyil, amma müəllimə o səhv edib. Bilməyərəkdən. Hüseynov Fuad Əsgərov. Fuad bəy, hadisə necə baş verib? Necə xəbər tutdunuz uşağın belə deyək də döyülməsindən, şiddətə məruz qalmasından? Mən özüm işdə idim. Mənə günorta radələrində evdən yığdılar ki, bəs uşaq başına xəsarət alıb. Getdim evə, gördüm ki, uşağın başından qan axıb, amma quruyub. Soruşdum, hadisə necə baş verib? Dedilər ki, müəlliməsi səs atıb ki, WhatsApp vasitəsilə ki, uşağın başına başqa bir uşaq karandaş vurub. Bəs biz ona ilkin tibbi yardım göstərmişik. Nəsə getdim kursa, video görüntülərlə tanış oldum və müəllimə özümə boyun aldı ki, mən vurmuşam. Video görüntülərdə də mən gördüm ki, həqiqətən müəllimə ona qarşı onun su qabısı olub, su qabı, plastik su qabı. Su qabı ilə 2 dəfə başına bilərəkdən zərbə endirib. Amma mənə ora kursa çatanda hələ videoya baxmamış mənə deyirdi ki, bəs başqa uşaq onu karandaşla vurub və ona biganə yanaşıb, ilkin tibbi yardımı göstərməyib. Uşaq 2 saata yaxın hardasa o vəziyyətdə qalıb, köməksiz vəziyyətdə ağlayıb və evə gəlib, evdə də 1-2 saat, 3 saat ağlayıb və mən uşağı təcili yardım şöbəsinə aparmışam. Orada ilkin baxış keçirilib, ilkin tibbi yardım göstərilib, sonra gətirmişəm gecə saat hardasa 12-11 radələrində uşaq yenə də vəziyyəti pisləşib. Aparmışam yenə xəstəxanaya, xəstəxanadan da polis şöbəsinə məlumat verilib və Lənkəran polis şöbəsinə məni çağırdılar. Hüquqi qiymət veriləcəyini dedilər. İndi hal-hazırda işi yönləndiriblər Lənkəran şəhər prokurorluğuna. Mənim sadəcə istəyim odur ki, işə düzgün hüquqi qiymət verilsin və başqa valideynlər mənim yaşadığım o hissi yaşamasınlar, başqa uşaqlarda ziyan çəkməsinlər. Yəni təəssüf hissi keçirəm. Yəni belə bir şey gözləmirdim. Çox təəssüf ki, oldu, gərək olmayaydı. Ümumiyyətlə, yəni o müəllimin iddiası var ki, yəni o uşağın başında nəsə yara olub, nəsə Xeyr, bu ümumiyyətlə düzgün məlumat deyil. Mən uşağı ora göndərəndə də, aparanda da, oradan çıxardanda da mən yenə deyirəm, uşağın 4 yaşı var, indiyə qədər mən ona bir balaca bir toxunuş vurmamışam ki, uşağı ağlayır, onun anadan gəlmə refleks qusması var deyə çox ağlayanda o qusur. Üzr istəyirəm ifadəmə görə. Ümumiyyətlə, mən valideynəm. Heç bir valideyn uşağının başına xəsarət, yaxud da belə bir şey olsaydı, onsuz da o ilkin tibbi yardım ki, göstərdilər. Orada yazarlar ki, ana və yaxud da ata ona xəsarət yetirib. Amma fakt videolarda da görünür ki, bunu müəllim edib.
Qabaqca sizə təklif edib nəsə, dediniz o barədə danışdınız. Və sonra şayələr yayılmağa başladı. Bəli, mənə təklif olundu ki, yəni uşağın ödədiyi bütün ödənişləri geri qaytaraq. Mən bundan razılaşmadım. Mən müdiriyyətə də dedim ki, qətiyyən mənə pul təklif olunmasın. Yəni ki, ümumiyyətlə rəqəmdən asılı deyil, mənə pul təklif olunmasın. Sonra şayə yaydılar ki, güya ki, mənim övladım orada 10 ay pulsuz oxuyub və mən nəyinsə acığın çıxıram. Ümumiyyətlə, amma halbuki hadisədən bir gün sonra onlar mənim evimə pulla gəlmişdilər. Pul təklif edən mən onları razılaşmadım. Yəni pul söhbəti ümumiyyətlə olmayıb. Mənə təklif olunub, mən heç vaxt qəbul etmirəm. Mənim sadəcə istəyim oldu ki, düzgün hüquqi qiymət verilsin. Pulu niyə sizə təklif edildi? Güya ki, 10 ay ödəniş, yəni mənim ödədiyim ödənişləri mənə geri qaytarsınlar. Sonra da dedilər Söhbətə görə də, yəni bəli, İddiaları geri götürmək üçün də bəli, iddiamızı geri götürək ki, amma mən istəmirəm. Yəni mən iddiamı yenə deyirəm, geri götürəsi deyiləm. Çünki bu işlə hüquqi mühafizə orqanları məşğul olur. Uşaq psixoloji travma alıb. Mən uşağı xəstəxanada da aparmışam, özəl klinikalarda da olmuşam. Nevropatoloqa da aparmışam. Nevropatoloqda uşağa 6 ay pəhriz yazıb ki, 6 ay uşağı müşahidə altında saxlayır. İndi hal-hazırda uşaq müşahidə altındadır. Məmmədova Natava, milli qəhrəman Sultanağa Bayramovun qızı. bu uşağın da nənəsizdir. Bəli, uşağın böyünənəsiyəm. Bu necə bu hadisə necə işdir, necə oldu bu? Deməli, dəfələrlə uşaq gəlirdi evə belə yararsız vəziyyətdə. Deyirdi ki, məni Arzu müəllimə döy. Biz uşağa inanmırdıq. Dəfələrlə müraciət edirdi müəlliməyə. Müəllimə deyirdi ki, yox, o savadlı uşaqdır, nadinc uşaqdır, olmaz. Uşaqlarla dəyər belə. Biz kameraları izləməyə getmək istəyirdik, bizi qoymurdular izləməyə. Axırıncı bu məlumatımız bu uşağın başı partlayan vaxtında bildik ki, deməli uşağı yararsız hala müəllimə salırmış. Hər dəfə mən bir kadra baxmaq istədim. Amma mən sizdən xahiş eləyirəm, mən o birə kadrlara da baxmaq istəyirəm. Mənim uşağımı görüm yararsız yerə necə beləsinə salıb onu. Əvvəllər uşaqda xəsarət izləri olubmu? Bəli. Nə vaxt olub sonuncu dəfə? Deməli, sonuncu dəfə, deməli bu mayın 26-sında sonuncu xəsarət olub. Amma yanvar ayında uşağın başının alt hissəsindən ur kimi şiş çıxmışdı. Ondan neçə gün müddətdən sonra uşağın ağzına elə vurmuşdu. 3 gün uşağın ağzı yara tökmüşdü, partlamışdı. Yemək yeyə bilmirdi. Uşaq dəfələrlə dedi, məni kursa göndərmir, xahiş edirəm sizdə. Məni Arzu müəllimə döyür, biz ona inanmırdı, deyirdi ki, uşaq dəfələrlə müəlliməyə müraciət edirdi. Müəllimə deyirdi, ola bilməz. Fatih mən dəfələrlə müəlliməyə müraciət edirdi ki, bizim uşaq nadincdir, ver bizim uşağı. Deyirdi, yox, uşaq nadincdir, özü üçün oynamam, savadlı vermirdi bizə uşağı, biz çıxadar. Ancaq mən uşağımı hər gün geyindirib, kursa yola salam, savad öyrənməyə, bili öyrənməyə. Amma mənim uşağım hər gün işgəncə ilə evə qayıdırmış, işgəncə verilmişlər mənim uşağıma. Mən sizdən xahiş eləyirəm. Yəni ilk halda ölmüş də bu. Xeyr, ilk halda ölmüş, dəfələrlə. Yəni mənim gördüyüm bir haldır bu.